1389-cu ildə böyük türk sərkərdəsi Əmir Teymur Qarabağa gəldi. O, Qarabağı çox bəyəndi və ordusu ilə burada düşərgə saldı. Avropanın bir çox dövlətinin diplomatları, eləcə də qonşu ölkələrdən gələn elçilər Teymur və onun canişinləri ilə görüşmək üçün Qarabağa gəlirdilər. Qubadlı rayonu ərazisində Teymur Müskanlı kəndinin adı da məhz Əmir Teymurun burada olmasını bir daha təsdiq edir. Əmir Teymurla görüşmək üçün Azərbaycana gələn İspaniya elçisi Ruiz González Clavijo Qarabağda Zanga və Tunqlar adlı kəndlərdə türk boylarının yaşadığını qeyd edir. O, bu barədə öz səyahət kitabında yazır. 1403-cü ildə iyunun 28-də cümə günü Təbrizdən yola çıxdıq. Bazar gününün səhəri Zanga adlı kəndə gəlib çıxdıq. Tunqlar adlı başqa bir kənddə nahar etdik. Kənddə türklər yaşayırdı. Bu diyar indiyə kimi keçdiyimiz yerlərə görə düzənlikdir və çox istidir. Bu kəndlərin hər birində elçiləri yeməyə qonaq edirdilər. Orada adət belədir. Elçilər gəlib çıxdıqda atdan enir və kölgəlikdə onlar üçün yerə salınmış xalçaların üstündə otururdular. Sonra hər evdən yeməklər gətirilirdi. Çörək, qatıqla dolu badya və adətən düyüdən hazırlanmış başqa yeməklər gətirilirdi. Gecələyən qonaqlara bol ət xörəkləri verirdilər. Qarabağ zəngin otlaqlı düzənlikdir. Buranın torpağı çox istidir. Yağan qar tez əriyirdi. Buna görə də hökmdar hər il qışı orada keçirirdi. Onunla görüşmək üçün elçilər də ora getməli idilər.